Alın yazısı deyə bir şey yoxdur. Hamımızı aldadıblar. Alın yazısı, qismət, bəxt. Bunlar hər biri bizlər üçün bir bəhanədir. Əgər sən bu həyatda özünü oda atırsansa, gənclik illərində səhvlər edir, sonra da düz yolu tapanmırsansa, bunun günahı səndədir, başqa heç kimdə. Nə Allahı, nə talehi, nə də cəmiyyəti günahlandırmağa sənin haqqın yoxdur. Alın yazısı var, amma o Allahın istədiyi və bizim əlimizin çatmadığı hallardır. Məsələn, yol getdiyin anda qəfil avtomobil qəzası, gözləmədiyin xəstəliyin illər sonra üzə çıxması, durduq yerə hansısa bir qohumun xəstəliklə bürünməsi. Bunlar Allah tərəfindən verilən bir taledir. Amma sən səhv seçim edirsənsə, hər fürsəti əldən verirsənsə, tənbəllik edib hərəkət etmirsənsə, bunların hamısı sənin günahındır. Bu dünyada hər kəsə bir şans verilir, hər kəsə bir işarə göstərilir. Amma o işarəni görmək, anlamaq və onun arxasınca getmək sənin məsuliyyətindir. Oturub boş-boş danışma ki, filan kəsin bəxti gətirdi, filan kəs şanslı idi. O adam səndən artıq deyildi. Sadəcə onun iradəsi vardı, qərar verdi və risk aldı. Sənin də bacarığın varsa, qalx hərəkət et. Bəs sən nə edirsən? Axşama kimi divana yapışıb qalırsan. Sosial mediada boş-boş vaxt itirirsən, sonra da öz həyatını şikayətli yaşayırsan. Sonra da utanmaz deyirsən ki, alın yazın, qismətin beləymiş. Seçim sənindir, amma nəticələrinə görə heç kim günahlandırmır. Videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayaq. Hər birinizə təşəkkürümü bildirirəm.